Hörmətli mehriban, qəhrəman, əziz Bakılılar. Bu 1 iyulu siz bayram kimi qeyd edirsiniz, hansı ki Bakının günü kimi qeyd edirsiniz. Amma bu fikirdən xahiş edirəm, daşının, bu fikir düzgün fikir deyil və izahını da verə bilərəm. Özüm Bakılı olmasam da, yəni əslən Gədəbəyli olsam da 40 il Bakıda yaşayıram və bunun tarixini də bilməyi özümə borc bilirəm. Ona görə də bilməyənlərə məlumat verirəm, bilənlər də yəqin ki məlumatlıdır. Bu şərəfsiz Şamiyanın planıdır, hansı ki 1918-ci ildə 1 iyulu Lenin, bildiyiniz Leninə məlumat, xoş müjdə verib ki, Bakı artıq bizimdir. Bunların qurduğu planlar üzrə, yəni ki, Bakı 1 iyunda Bakı günü kimi qeyd olunmalıydı və neçə illər bu qeyd olunub, hansı ki o vaxtlar, yəni bəziləri bu tarixi gizlədiblər, tarixi örtbasdır ediblər, təbii ki biz Sovet İmperiyasının tərkibində olduğumuza görə. Və bu şərəfsiz Şamiyanın planları çox çəkməyib, uzun çəkməyib ki, sentyabr ayının 14-ü. Bunların arzuları gözündə qalıb, bu Şamiyan şərəfsizin, erməninin arzusu gözündə qoyan kim olub, hansı ordu olub? Bu İslam Qafqaz ordusu olub, hansı ki onları həmən o menşeviklərin də partiyasının adı olub, Senter Kaspi. Onları da sentyabrın 14-ü həmin qoşunun gücü ilə onlar bu Bakını tərk ediblər və Şamiyan şərəfsizin arzusu gözündə qalıb. Allah onların həmişə arzusunu gözündə qoysun və bu güclü ordumuzun, suveren ölkənin, müstəqil ölkənin gücü ilə və xalqın və dövlət başçımızın gücü ilə biz 44 gündə də sübut elədik ki, onların arzusu elə gözündə qaldı. Və mən demək istəyirəm ki, Bakı əhli, biraz tarixi oxuyun, yəni öyrətmək kimi çıxmasın. Ola bilsin, mən Bakılı deyiləm, deyə bilərsiniz ki, Bakılı deyilsənsə, sənin nəyinə lazım? Xeyr, Bakı hamımız üçündür. Bakı bizim paytaxtımızdır, Bakı bizim ürəyimizdir, döyünən ürəyimizdir. Ona görə də Bakının fərq eləmir, rayonların, hər bir bölgənin, bütün Azərbaycanın tarixini bilməliyik ki, biz səhər gələcək nəsilə də kimlərisə sübut eləyək və göstərək, başa salaq ki, Azərbaycanın tarixi budur. Yəni bu ermənilərin həmişə təbliğatı olub və bütün hər bir yerdə və erməni pərəstlər içimizdə çox olduğuna görə bu tarixi olan sübutlar hansı ki gizlədilib, yəni örtbasdır olunub. Ona görə də çalışdığım qədər mən çalışıram ki və əsas da məqsədim odur ki, bu bilməyənləri agah eləyim. Bəli, mən filosof deyiləm, diplomat deyiləm, nə bilim, professor deyiləm. Sadəcə aldığım məlumata, bildiyim, yəni məlumatlara görə sizə özümə borc bildim ki, onu çatdıram. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Buradan da qəhrəman igid, mehriban Bakı əhlinə, 32 kənd daxil, hamısına ürək dolusu salamlarımı çatdırıram. Allah Bakını, əsl Bakılıları, əsl, hansı ki rayonları bölməyən, Bakı, rayon, kəndci, şəhərci söhbət eləməyən o mehriban Bakılıları buradan alqışlayıram. Var olasın.